Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala Aliyin emiril mu'minin ve ala Fatıme'tiz Zehra ve ala'l Hasan ve'l Huseyn ve Ali ibn'l Huseyn ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve'l Hasan ibn Ali ve'l Huccetil Qaimil Mehdi. Allahümme salli ala cemi'il enbiya vel mursalin ve şühedâ ve siddiqin. Allahümme gfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat el ehyâi minhum vel envat. Usikum ve nefsi bi tegvallah. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Məhərrəm ayı qarşıdan gəlir. Ayın 3'ü Məhərrəmin biridir. Ayın 3'ü oktyabr ayının, yəni 3'ü Məhərrəmin biridir. Ayın 12'si isə Aşura günüdür. Mən indi sonda məscidində proqramını deyəcəm və uzun da danışmaq istəmirəm, vaxtınızı çox almaq istəmirəm. Məhərrəm ayı birinci xütbədə dediyim kimi ən gözəl fürsətdir. Ən gözəl fürsətdir. Ümumiyyətlə İmam Hüseynə gəlib çatanda hər şey, hər mövzu. İmam Hüseyn əleyhissalama gəlib çatanda bilin ki, o xüsusi bir məsələdir. İstəmirəm fəlsəfəsinə daxil olum. Qısa şəkildə bunu deyim ki, İmam Hüseynin mübarizəsi, davası, İmam Hüseynin hərəkatı, hadisəsi, yaratdığı böyük bir əzəmətli hadisə, bu bir cümlə ilə də izah oluna bilər. Müxtəlif cümlələrlə. O cümlə bundan ibarətdir ki, İnnəmə xərəctu li tələbil islah fi ümməti cəddi. Cəddin Peyğəmbərin ümmətini islah etmək üçün bu işi başladım, bu mübarizəmi başladım. Bu böyük bir islahat proqramıdır. İnşallah bu Məhərrəmdə fürsət olacaq, Allah qismət eləyəcək, o islahat proqramının prinsiplərini bəyan edərik. Hansı şəkildə bunu edirdi? İctimai əhəmiyyətini. Burada bir sual verib ona qısa cavab vermək istəyirəm ki, İmam Hüseyn ümməti islah etmək üçün mübarizəyə qalxdı. Mənası budur ki, yalnız öz zamanında olan cəmaatı yoxsa həmişə? Cavab budur ki, İmam Hüseyn zamana sığmır, məkana sığmır. İmam Hüseyn qiyamətə qədər yaşayacaq insanları hidayət eləmək üçün, islah etmək üçün bir iş başlayıb ki, hələ o iş bitməyib, hələ davam eləyir. Nə ictimai baxımdan hələ bitməyib, nə mənəvi baxımdan hələ bitməyib. İctimai baxımdan o zaman bitəcək ki, onun övladı gələcək və dünyaya dünyanı cana yığan bu zülümlərdən nicat verəcək. İnsanlıq insan kimi yaşamağı təcrübə eləyəcək. Artıq usanıb insan. Artıq o qədər sıxılır insan ki, baxırsan, görürsən ki, elə günə qoyublar dünyanı ki, nə bilim, hər gün bir qanlı hadisə eşidirsən. İnsanların başına da görünməyən müsibətlər gətirirlər. İnsanların mənəviyyatını ovlayırlar, insanların insanlığına təcavüz edirlər, oyunlar çıxardırlar. Mən daha sadə dillə danışıram, dünyanı bir od uçurumuna döndəriblər. Artıq bunu hamı görür. Heç nəyin dadını, duzunu qoymayıblar qalsın. Alıblar dünyanın idarəçiliyini əllərinə, sağa sola atlarını çapırlar, amma bunun müqabilində şükür Allaha ki, bir məktəb yetişməkdə desəm səhv olar, dayanmaqdadır artıq, yavaş-yavaş ayağa durub onun müqabilində dayanmaqdadır. Dünya İmam Hüseyn vasitəsilə insani dəyərlərlə tanış olacaq, inanın mənə, inanın. İnanın, mən bir gün olmasam, gənclər olsa, görsə, onda mənə rəhmət oxuyarlar. Bu mənim dahiyanə fikrim deyil. Bu hədislərdən əxz elədiyimiz nəticədir. İmam Hüseyn əleyhissalam dünyaya fəzilətləri çatdıracaq. Heç bir hadisə dünyaya Kərbəla qədər səs sala bilmədi. Kərbəla qəribə bir təsir qoydu. İnsanlığı olduğu kimi göstərdi. Qısa bir gün ərzində Kərbəlada İmam Hüseyn göstərdi ki, insan cəmiyyəti necə olur? İnsan cəmiyyəti.
öz balaca kiçik dəstəsi ilə bir düşərgə saldı, çadır şəhərciyi qurdu. Dünyaya model nümayiş elətdirdi ki, bax ay insan, bu modeli əxz eləyəndə xoşbəxt olacaqsan. Mərkəzində Allahın övliyası, Allahın vəlisi və başına pərvanə kimi dolanan insanlar. Hamısını birləşdirən bir eşq var. Bəşəriyyət nə zaman bir eşqin ətrafında birləşsə və bu eşq insanların içində olan egoizmi məhv eləsə, hamı bir-birindən mehriban olacaq, xoşbəxt olacaq. Bu qədər sadə, dildə. Allah bu övliyalara ona görə qərar verib. Məktəbimiz eşq məktəbidir bizim. Bunlara aşiq olan məst olur, özünü unudur. Özünü unudan adam da xoşbəxt olur. Xoşbəxt olur və başqalarına qarşı mehriban olur. Davalar, ayaqdan çəkmək, qeybət, hamısı bu qədər zülümlər nədir? Bu lənətə gəlmiş mənin ucbatındandır, bu egoizmin ucbatındandır. Bu egoizmi məhv eləyən ən gözəl vasitə eşqdir və bu eşq ən gözəl zuhur eləyib Kərbəlada. Dərin fəlsəfə danışmıram ki. Bu eşq ən gözəl zuhur eləyib Kərbəlada və salam. Bu bütün övliyaların eşqidir. Bütün Allahı sevənlərin eşqidir. Adəmdən bu yana nə qədər fəzilətli insan gəlib, hamısının eşqidir. Allah həmişə bu eşqi göstərmək üçün hamısını qətligaha göndərib doğratdırmamalıdır ki. Razısınız? Bütün hamı doğranmalıdır. Bu eşqi birinin timsalında göstərir, görün. Bunlar sizin üçün, insanlıq üçün və Allah üçün hara qədər gedirlər. Bir dənəyə baxın, hamısına qiymət verin. Deyirlər, İmam Hüseynə niyə 40 gün, o birilərə niyə filan gün, niyə buna əza saxlayırıq? İmam Hüseynin Peyğəmbərdən üstünlüyü deyil bu. Bir dənə də göstərdi Allah. Dedi, ondan qiymət ver Peyğəmbərə də, Həzrət Əliyə də, 12 imama da, o biri Peyğəmbərlərə də. Bunlar hamısı bura qədər gedərlər sizin yolunuzda. Hara qədər istəyirsən. Allaha gedən yol çətindir. Bir yolu asanlaşdıran vasitə lazımdır. İmam Hüseyin dedi, mən hazır. Bütün övliyalar dedi, mən hazır. İmam Hüseyini seçdi Allah. Dedi ki, gəl. Allah'a cəmaatı mənə yaxınlaşdırmaq üçün hara qədər gedirsən, dedi, nə buyursan. Nəyim var, verim tək sənə yaxınlaşsınlar. Tək sənin yolun açılsın. Hara qədər? Adam dəhşət bürüyür ki, insan nə qədər fəzilətlərin sahibi ola bilər. Allah nə gözəllik səhnəsi yaratdı Kərbəlada. Mən emosional danışmıram, emosiyalarımı boğmağa çalışıram ki, dəli olmayam. Bu məktəbin müqabilində, bu gözəlliyin müqabilində. Onun ətri elə yayılıb dünyaya ki, artıq heç kəs onunla mübarizə apara bilmir. Axmaqlar da mübarizə aparanların hamısı axmaqdır. Onun qəbrini qadağan elədilər, onun qəbrinə gedənlərin əlini kəsəcək dedilər, ziyarətini qadağan elədilər. Nə bilim, mən indinin indisinəcəm, biz təzə Kərbəladan qayıtmışıq. Yoxlama, axtarmaq, təhlükə, hər an insanlar zövqlə, şövqlə gedir və ayağı, qədəmvi qoyursan onun hərəminə, onun zərihinə, deyirsən ki, ilahi, mən cənnətdəyəm, bura haradır, bu nədir, bu nə möcüzədir. İndi hələ bir ağılsız adam oturub yazır, imamlar hakimiyyət davası eləyirdi. Ay qardaş, o köhnəldi də, onu dedilər, yoruldular. Təzə söz danır. Onu dedilər, yoruldular artıq. Bir dənə sənə sual verirəm, milyon dənə hakimiyyət davası olub. Bu nədir? Niyə görə bu insanlar oğlu ölən ana kimi onu ağlayır? Hər hakimiyyət davası eləyəni ağlaya bilirlər. Ümumiyyətlə, kiməsə ağlada bilirsən adamları. Yığ bir yerə deyən görək, cəmaat göz yaşı töksün, ürəyi yansın. Hüseyin deyəndə deyən əziz adamımdır, üzünü görməyən adamlar. Bunun adını, artıq tarix bu sözün səhvliyini sübut elədi. Yox, yüzlərlə hakimiyyət davası olub, adam adamı öldürüb. Niyə bu bir dənə hamısından fərqlənir? Niyə görə? Ona görə ki, bu hakimiyyət uğrunda yox. Bu mübarizədə bir zərrə mən yox idi. Mən bir zərrə olsaydı, gözdən düşmüşdü. Ona görə İmam Hüseyin təmizləyirdi. Bu yandan deyir, gəlin mənə qoşulun, bu yandan deyir, xoş getdiniz. Ələkdən keçirdib yola. Bəzisi deyir ki, yol pulum yoxdur, deyirdi, ala bunu get uzaqlaş. Çünki istəmirdi ki, özü və səhabələrin içində bir zərrə qədər mən qalmasın. Özündə ki, o heç və əshabını da özü təmizləyirdi, öz eşqi vasitəsilə. Axır günə qədər təmizlədi. Ovladı, sonra dedi, gedin. Dəli divanı olub eşqimdə, dedi, mən hara qoyum səni gedim. Mən təzə insanlığı dadmışam. Mən təzə başa düşmüşəm ki,
insanlıq nədir, adam kimi yaşamaq nədir. Mən bu bir gecədə hər şeyi təcrübə elədim. Hara qoyaq səni gedək? Özü və səhabəsi parlaq bir tarix yaratdılar. Ona görə yeganə imamdır ki, icazə vermirlər, özünə salam verək. Gedirik Əli əleyhissalama nə deyirik? Əssalamu aleykə ya əmirəl-müminin. Gedirik Məşədə Əssalamu aleykə ya Ali ibn Musa Rıza. Bunda icazə vermirlər. Dillərindən Əssalamu aleykə ya Əba Abdillah dərhal dinən və aləl ərvahəlləti həllət bifinaik. Sənin yolunda fəda olanlara da salam olsun. Səhabəsi özündən ayrılmazdı. Özünə və səhabəsinə. Görün buna bitişənlər hara gedir çatır. Buna bitişənlər hansı zirvələri fəth eləyir. Qapı açıqdır bugün hər birimizin üzünə. Bu karvana qoşulmaq istəyən gəlsin, insanlığı datsın, dünyanın xoşbəxtliyini, axirətin saadətini datsın. Bir dənə Hüseynlə bütün insanlıq qüllələrini fəth eləmək olar. Bunu insanlıq yolu gedənlər deyib. Şeyx Hacı İsmail Dulabi deyir, mən araşdırdım bütün yolları, bu yoldan sürətlisini tapmadım. Bu rəhmətullahil vasiyədir. Bu Allahın geniş rəhmətidir. Bu xüsusi bir yoldur. Odur ki, inanan inansın, inanmayan inanmasın. Adəmdən bu günə qədər nə qədər fəzilətli adam olub, Allah Hüseyni xatırladı bunu. Onu gərək o mərhələdir, irfan mərhələsidir, mənəviyyat mərhələsidir. Onu gərək keçəsən. İbrahim əleyhissalama, Musa əleyhissalama, Adəm əleyhissalama, bütün insanlara bu Hüseyn mərhələsindən keçməlisən. Əllamə Təbətəbai deyir ki, gördüzsə bir insan, gör iddiaya bax. Gördüzsə bir insan həyatda hansısa bir dərəcə qazanıb, yəqin bilin ki, İmam Hüseynə təvəssüllə qazanıb. Başqa yol yoxdur. Başqa yol yoxdur alternativ. Və İmam Hüseyn deyəndə elə hamı onun içindədir. O saat deməsinlər, niyə Peyğəmbər yox? Yenə də deyirəm, Peyğəmbərin ürəyində olan eşqi, Əlinin ürəyində olan eşqi, hamısını bir nəfərin vücudunda Allah nümayiş elətdirdi. Və bu bizi təmizləyən ən gözəl vasitədir. Çalışaq ki, bu fürsəti qaçırtmayaq. Çünki Kərbəla birini düzəltmədi, Məhərrəm birini islah eləmədisə, onun düzəlməsinə ümid yoxdur. Vəssalam, ondan heç nə çıxmaz. Ən incə tellərə toxunan bir hadisədir. İçəridə olan o mənəmçiliyi əzə biləcək ən təsirli vasitədir. Xüsusilə Məhərrəmin ilk 10 günü birindən Aşuraya qədər xüsusi önəmə malikdir ki, onu qaçırtmayın o fürsəti. Çalışın o 10 günü, xüsusən o 10 günü həyatınızın proqramını elə tənzimləyin ki, məclislərdə iştirak edə biləsiniz. Yəni, yenə də deyirəm, kim qazandı, özü qazandı. O məclislərdə göydən yerə nur yağır. Fəzilətlərin sərgisidir. İnsan dəyişə bilir. Bir ömür belə deyək, topladığı günahları bir anın içində əridə bilir. Mən hədisləri keçən il demişəm, vaxt yoxdur deyim. Bir anın içində deyir, vəcəbət ləhul cənnət, cənnət ona vacib olar. Çünki bu qəribə iş görür. Yəni, gəlirsən, ruhu təslim edirsən o məclisdə İmam Hüseynə, özü əməliyyat eləyir. Ruhun üzərində, ruhu təmizləyir, səni yola salır. Hər gün bu 10 gün xüsusi önəmə malikdir. Qalan da ki, elə 60 gün bizim xalqımız bu əzanı saxlayıb, həm də bu bizim xalqımızın böyük bir sərmayəsidir. Aşura bizim varlığımızdır, bir millət kimi varlığımızdır. Aşura bizim tariximizdir, bugünümüzdür və gələcəyimizdir. Bir millət olaraq Aşura bizim həm də milli kimliyimizin əsas göstəricilərindən biridir. Aşura bizim vəhdət rəmzimizdir. Azərbaycanda yaşayan bütün məzhəblər üçün, hətta bütün dinlər üçün bu yaxında bir ziyalılarımızdan biri dedi ki, Azərbaycanda yaşayan xristianlar da Məhərrəmdə bir nəfər deyir, mən neçəsini görürəm ki, Aşura günü gedir pirə. Xristian dinindədir. Yəni, İmam Hüseyn bu qədər birləşdirici bir amildir ki, bütün milləti bir günün içində səfərbər eləyib birləşdirə bilir və onun üçün də Aşura bizim üçün böyük bir sərmayədir və millətin xeyrinə olan bir dəyərdir, xalqın xeyrinə olan bir dəyərdir və qorunması bizə vacib olan dəyərlərdən biridir. Odur ki, Aşura dəyərini əxz eləyək, qazanaq və onu əldən